Bugünkü mövzumuz adjective and adverb, sifət və zərf. Diqqətli olaq, çox önəmli bir mövzudur. Hər vaxt bizim imtahanlarda düşür və diqqət edib ən əsas məqam sifəti və zərfi bir-birindən biz fərqləndirməyə bacarmalıyıq, bilməliyik. Bunların özünün qaydası var hər birinin. Ən birinci adjective, sifət, isimləri bəlli bir formada təyin edən kəlmələrdir. A pretty girl, məsələn, rainy weather, hardworking students və s. Burada sizin diqqətinizi bir şey cəlb etmək istəyirəm. Mütləq şəkildə müəllimlər, sifət yalnız ismi təyin edə bilər. Yalnız və yalnız sifət ismi təyin edə bilər. Vəssalam, sifət yalnız ismi təyin edir. Burada diqqətli olun. Adverbs, zərf, amba zərf, sifəti, feili, zərfi ya bütövlükdə cümləni təyin edə bilər. Məsəl üçün, very hot weather, an extremely difficult question, very fluent and usually quickly və s. Zərflər ümumiyyətlə sifətlərin sonuna ly şəkilçisinin artırılması ilə düzəlir. Ümumiyyətlə deyir, görürsünüzmü? Biz qaydanı oxuyarkən hər bir kəlməyə diqqət eləməliyik. Demir ki, zərflər sifətlərin sonuna ly şəkilçisinin artırılması ilə düzəldilir. Axı bu həmişə belə olmur. Ona görə deyilir ki, ümumiyyətlə sifətlərin sonuna ly şəkilçisinin artırılması ilə düzəldilir. Serious, seriously, bad, badly, extreme, extremely və s. Lakin həm sifət, həm də zərf kimi işlənən sözlər də var. Biz bilirik ki, ingilis dilində elə sözlər var ki, onlar zərf də ola bilər, sifət də ola bilər, forması dəyişmədən. Fast, hard, late, early və s. Bununla bərabər sonu ly ilə bitən hər söz zərf olmaya bilər. Bəli, elə hər sözün sonunda biz ly şəkilçisini görərək deyə bilmərik ki, bu zərfdir. Çünki ly ilə bitən sifət isimlər də var. Friendly, lovely, elderly kimi sözlər sonu ly ilə bitməsinə baxmayaraq bu sözlər sifətdirlər. An elderly woman, a lovely day, a friendly voice. Bunları biz necə fərqləndirək zərflərdən? Çox asan, müəllimlər. Mən indi aşağıda qaydada da veriləcək, amma bəri başdan da deyim, ümumiyyətlə mən bunu sizə demişəm artıq. Biz bilirik ki, zərflər adətən sifətlərin sonuna ly ilə artırılmaqla düzəlir. Eyni zamanda öyrənirik ki, ly ilə bitən sifətlər də var. Bəs biz necə fərqləndirək ki, bizim bu sözümüz sifətdirmi, yoxsa zərfdirmi? Çox asan. Əgər zərfdirsə, ly ilə bitir zərfdir. Onun kökü sifət olmalıdır. Kökə diqqət edin. Yox. Əgər ly ilə bitən sözümüzün kökü sifət deyilsə, ola bilər ki, məsəl üçün isimdir. Ola bilər ki, feildir. Bax, onda bu sözlər artıq sifətdirlər. Zərflərin kökü sifət olmalıdır. Amma ly ilə bitən isimlərin kökü sifət olmur. Feil olur, isim olur və s. Sifət və zərfin cümlə içindəki vəzifəsi, işlədilməsi və müxtəlif sifət və zərf formalarına aşağıda ətraflı şəkildə diqqət yetirək, adjective sifət. Sifətlər bir ismi təyin edib onun rəngi, ölçüsü, böyüklüyü, vəziyyəti, yaşı, keyfiyyəti, forması, mənşəyi və s. haqqında bilgi verən sözlərdir. Necə olur bizim sifətlərimiz? Quality, keyfiyyət bildirir, size, ölçüsünü bildirir, age, yaşını bildirir, məsələn, a young man, an old book, temperature, hərarəti bildirir, məsələn, a muggy day, a wet day, shape, formanı bildirir, a square box, a triangle desk, color, rəngi bildirir, a yellow cat, məsəl üçün, origin, mənşəyini bildirir, məsələn, a Turkish meal, a British car. Sifət bir ismi təyin etdikdə adjective plus a noun ismin önündə yer alır və sayılan tək isimlərlə işləndikdə ən qeyri-müəyyəni artikl işlənir. Bu mütləqdir. Sifət sayılmayan bir ismi ya da sayılan cəm bir ismi təyin edirsə də məlum məsələdir ki, artıq burada bizə və yaxud ən qeyri-müəyyənlik artikl işlədilmir, lazım deyil. Məsələn, he admitted he made a big mistake. Böyük bir səhv etdiyini qəbul etdi. A big mistake, mistake sayıla bilən tək isimdir.
onu sifət təyin edib, amma sayıla bilən tək isim olduğuna görə mütləq şəkildə burada qeyri-müəyyənlik artiklı lazımdır. Friendly people, yaxın insanlar, cəm isimdir, artikl lazım deyil. Chili water, soyuq su, sayılmayan isimdir, artikl lazım deyil. Intense traffic, trafik sıxlığı, trafik sayılmayan isimdir, artikl lazım deyil. Rich people, zəngin insanlar, sayılan cəm isimdir, artikl lazım deyil və s. Bunların hər birini siz bilirsiniz. Morphological composition of adjectives, sifətlərin morfoloji quruluşu. Baxaq. Quruluşuna görə sifətlər 3 qrupa ayrılır. Simple adjectives, sadə sifətlər, bir kökdən ibarət olur, heç bir suffix, son şəkilçi və ya prefix, ön şəkilçi qəbul etmir. Məsələn, small, nice, hot və s. Derivative adjectives, düzəltmə sifətlər, kök və söz düzəldici şəkilçilərin vasitəsilə düzəlir. Suffix son və prefix ön olmaqla şəkilçilər 2 yerə ayrılır. Mənim sizə burada məsləhətim, mütləq şəkildə siz sifət düzəldən şəkilçiləri əzbər öyrənsəz yaxşıdır. Və bunun ən asan yolu sifət düzəldən şəkilçiləri əzbər bilmək üçün biz o şəkilçilərlə düzələn bir neçə sifət əzbərləsək, gələcək üçün bizim bu şəkilçiləri tapmaqda çətinliyimiz olmaz. Məsələn, able və yaxud able oxuyun müəllimlər. Qarşısındakı bütün verilən nümunələri oxuyun. Məsələn, adorable, sevimli, credible, etibarlı, güvənilir, all, digital, rəqəmsal, official, rəsmi, final, yekun, and, reluctant, məsəl üçün istəksiz, different, fərqli, airy, customary, adi, cautionary, xəyali və s. Bunların hər birini bir-bir oxumaq istəmirəm. Sadəcə olaraq siz şəkilçini oxuduqca şəkilçilərinin qarşısında verilən nümunələri mütləq şəkildə oxuyun. Və bu nümunələrdən siz ən azı birini, ikisini əzbər bilsəz, gələcək üçün şəkilçiləri, isim düzəldən şəkilçini, sifət, feil düzəldən şəkilçiləri bir-birindən ayırmaq daha asan olar. Burada bütün şəkilçilər verilibdir. Hər birinin üzərində bir-bir dayanmıram. Amma izahlarına baxaq. Baxın. Səhifə 117-də. Sonu ing və id ilə bitən sifətlər. Artıq biz bunu keçmişik və bir daha deyirəm, demişəm də ki, bax, sonu ing və id ilə bitən sifətlər haqqında bizim 7-ci sinif dərsliklərimizdə qrammatik qayda verilibdir. Və mən hər dəfə deyirəm ki, müəllimlər, dərsliklərimizdə verilən qaydalar mütləq şəkildə imtahanlarımızda, hətta dərslikdə veriləndən artıq şəkildə də düşür. Ona görə bu qaydaların üzərindən keçmək olmaz. Onları biz mütləq bilməliyik. Ing adjectives, yəni ing ilə bitən sifətlər. Sonu ing ilə bitən sifətlər bir şeyin, insanın, durumun özəlliyini təsvir edir. Məsələn, your speech was very inspiring. Çıxışınız çox ilham vericidir. The test results were surprising to him. Test nəticələri onun üçün təəccüblidir. The movie was disappointing. I expected it to be much better. Film ümidləri doğrultmadı. Çox daha yaxşı olmağını gözləyirdim. I like our new math teacher. He is so interesting person. Yeni riyaziyyat müəllimimizi bəyənirəm. Çox maraqlı insandır. Burada mən sizə əlavə bir məlumat, dərsliklərimizdən əlavə olan bir məlumat vermək istəyirəm. Dərsliklərimizdə biz adətən uşaqlara belə başa salırıq ki, ing ilə bitən sifətlər əşyanın xarakteri xüsusiyyətini bildirir. id ilə bitən sifətlər isə insanın xarakteri xüsusiyyətlərini bildirir. Bu, dərslik səviyyəsindədir. Yəni ki, şagirdlərimizin səviyyəsinə uyğun olan verilən qaydadır. Amma əslində ing ilə bitən sifətlər, necə ki burada yazılır, hansısa bir şeyin, insanın, durumun özəlliyini təsvir edir. Bəli,
İnsanın da özəlliyini ayınceli şəkilçi ilə sifət təsvir edə bilər. Necə ki, bax, aşağıdakı bizim nümunədə yazılıb, I like our new math teacher. He is so interesting person. O çox maraqlı insandır. Bunu yaddan çıxartmayaq. Elə dərslikdə ayıncının əşyalara, idinin isə insanlara aid olduğu verilməsindən əlavə olaraq biz bilməliyik ki, ayıncı ilə bitən sifətlər insana da aid ola bilər. İci ilə bitən sifətlərimiz, sonu ici ilə bitən sifətlər hisslərimizi, duyğularımızı və düşüncələrimizi əks etdirir. Özümü necə hiss etdiyimizi bildirir. Bəli, ici ilə bitən sifətlər insanlara aiddir. İnsanların özəlliyinə aiddir. İnsanların hisslərini, duyğularını, düşüncələrini ifadə edir. Məsələn, I was surprised to see her after those years. Uzun illər sonra onu görəndə təəccübləndim. She was really tired and went to bed early. O doğrudan da yorğun idi və yatmağa getdi. The dog was overly excited when it saw me. İt məni görəndə çox həyəcanlandı. Diqqət edin, müəllimlər. Hərçənd ki, qaydada bizə deyir ki, ici ilə bitən sifətlər özümüzü necə hiss etdiyimizi bildirir. Yəni, insana aiddir. Amma axırıncı nümunəyə bir baxın. Burada isə itin özünü necə hiss etdiyi verilir. Bəli, əslində ingilis dilində heyvanlar və əşyalar eyni səviyyədə tutulur da, cansız kimi. Amma itin, məsəl üçün, heyvanın özünü necə hiss etdiyini, duyğusunu ici ilə bitən sifətlə təyin edirik. Bunu da yaddan çıxartmayaq. Ayıncı və ici ilə geniş şəkildə işlənən sifətlər sadəcə olaraq bir daha deyirəm. Mən bunların bir-bir oxumağa ehtiyacım yoxdur. Bunları özünüz həm tərcüməsi verilib, həm feil forması verilibdir, həm də sifət forması verilibdir. Məsələn, admire, heyran olmaq, qibtə etmək. Admire'in heyran edici, admired, heyran olmuş. Amaze, heyrətlənmək, mat qoymaq. Amazing, heyrətləndirici, amazed, heyrətləndirilmiş. Amuse, əyləndirmək, güldürmək. Amusing, əyləndirici, amused, əylənmiş. Annoy, bezdirmək, annoying, bezdirici, annoyed, bezmiş. Bir-bir bunları da xahiş edirəm. Bir neçə dəfə oxumaqla siz bunları göz yaddaşı ilə olsa belə yadda saxlaya bilərsiniz. Sonra compound adjectives, mürəkkəb sifətlər adətən iki sözdən ibarət olur. Məsələn, sky blue, səma mavisi, good looking, gözəl, yaraşıqlı, long lasting, uzun ömürlü, never ending, əbədi, ən əsas bu biri cədvəldə yazılmış when və self ilə düzələnlər. Bax, bunları siz əzbər bilsəz yaxşıdır. Hər birini tərcümə ilə əzbər bilsəz yaxşıdır, çox vaxt qarşınıza çıxacaq. Well known, məşhur, tanınmış, şanlı. Well mannered, tərbiyəli, ədəbli. Well done, əhsən, əla. Well balanced, düzgün. Well meaning, xoş niyyətli. Well behaved, tərbiyəli. Well kept, yaxşı saxlanılmış. Well dressed, yaxşı geyinmiş. Well informed, bilgili. Well paid, yüksək ödənişli. Well educated, savadlı. Self-obsessed, sadəcə özünü düşünən. Self-confident, özgüvənli, məğrur. Self-conscious, özünü bilən, utancaq. Self-employed, sərbəst çalışan. Self-assured, özünə güvənən. Self-taught, öz-özünə öyrənən. Self-obsessed, sadəcə özünü düşünən. Bunları əzbər bilsəz çox yaxşı olar. Çalışın, oxuyun, oxuduqca təkrarlayın, tərcüməsinə baxın, mənasını özünüz üçün ayırt edin. Bir daha deyirəm, qarşınıza çox çıxacaq. Sifətlər adətən be, become, get, seem, appear, look, feel, taste, prove, stay, smell, sound, turn, grow, go, remain, keep və s. kimi bağlayıcı feillərlə işlənir.
Bağlayıcı feillərin ingilis dilində iki adı var. Həm linking verbs deyirlər, həm də copular verbs deyirlər. Yəni siz copular verbs eşidəndə heç də təəccüblənməyin. Siz bunu bilirsiniz hansılardır. Elə linking verbslərdir, yəni bağlayıcı feillərdir. Sadəcə onun bir adı da copular verbsdir. Biz bilirik ki, ingilis dilində əslində feillər zərflə təyin olunur. Amma bağlayıcı feillər sifətlərlə işlənir. Çünki bu feillər hərəkət ifadə etmir, hər hansı bir əşyanın durumunu ifadə edir. Əşyanın durumunu ifadə edir. Özləri özlüyündə bu feillər hərəkət etmədiyi üçün bunlar bağlayıcı feillər adlanır. Bağlayıcı feillərin ingilis dilində iki adı var. Linking verbs və copular verbs. Və yadda saxlayaq ki, bu feillərdən sonra biz sifət işlətməliyik. Məsələn, the second criterion was a sustainable economic viability. This process was neither inevitable nor easy. She got və yaxud became happy, seemed, looked enormous, appears impossible, remain unchanged. Burada bütün nümunələrdə sizə bu sifətlərdən sonra bağışlayın. Bu feillərdən sonra sifət işlənibdir, nümunələrlə sizə verilibdir. Amma seem və appear feillərindən sonra to be üstəgəl adjective işlənə bilər. Lakin look feilindən sonra to infinitiv işlədilməz. Baxın, seem görünmək, appear meydana çıxmaq, üzə çıxmaq, o da görünmək mənasında. To be üstəgəl adjective işlənə bilər. To be. Amma elə look feilindən sonra to infinitiv işlədilməz. Gəlin baxaq. The deep ocean warming appears to be unprecedented. To be feilindən sonra yenə sifət gəlibdir. Digər nümunəyə baxaq. Don't try to speak to her now. She seems to be angry və yaxud she appears to be angry. İndi onunla danışmağa çalışmayın. O, qəzəbli görünür, hirsli görünür. Look, diqqətli olaq. Look, feel, taste, smell, sound feilləri like feili ilə birlikdə işlənərsə, bu feillərdən sonra noun ya da pronoun işlənə bilər. Əgər biz testlərimizdə look, feel, taste, smell, sound feillərindən sonra like görürüksə, burada biz like-dan sonra, bu feillərdən sonra isimdə əvəzlik də işlədə bilərik. Bir baxın. It looks like things are getting better every week. Hər həftə işlər daha da yaxşılaşır. I finally feel like everything is under control. Nəhayət, hər şey nəzarət altındadır. I didn't like the smell of the perfume. It smelled like soap. Ətrin qoxusunu bəyənmədim. Sabun iyi gəlirdi. Kimi mənasını verirdi? Deyir, sabun kimi iyi gəlirdi. Sabun kimi. Məsəl üçün, it looks like things are getting better every week. Deyir ki, hər həftə işlər daha yaxşı getdiyi kimidir. I finally feel like everything is under control. Nəhayət hər şeyin nəzarət altında olduğu kimidir. Bax, bu mənada da belə də tərcümə edə bilərsiniz. Look like üstəgəl noun. Bu, bənzəmək, oxşamaq anlamı ifadə edir. He cares for his little daughter too much because she looks like his mother və yaxud resembles his mother. Yəni, oxşuyur. Deyil, anasına bənzədiyi üçün kiçik qızına çox qayğı göstərir. Looks like bənzəmək, oxşamaq. Və onun sinonimi resembles. O da bənzəmək, oxşamaq deməkdir. Feel like cümlədə istəmək anlamında işləndikdə özündən sonra verb ing gəlir. Məsəl üçün, I feel like going to get ice cream. Want to come? Dondurma almaq istəyirəm. Gəlmək istəyirsiniz. Look, smell, taste, sound, feel feilləri özündən sonra as if, as so bağlayıcıları işləndikdə
Bu bağlayıcılardan sonra subject, verb, object gəlməlidir. Yəni, mübtada xəbər, tamamlıq gəlməlidir. Əgər bizim cümləmizin fiili look, smell, taste, sound, feel və bunlardan sonra as if, as so gəlibsə də, dərhal ondan sonra bütöv bir cümlə gəlməlidir. Yəni, mübtadası, xəbəri, tamamlığı olan bir cümlə gəlməlidir. Məsələn, it sounds as if they had a good holiday. Sanki yaxşı istirahət ediblər. Gəlin, diqqət edək. As if-dən sonra fikir verin. They, mübtada, had, xəbər, a good holiday, tamamlıq. Və yaxud, you look as though you have just seen a ghost. Az öncə kabus görmüş kimisən. Deyir, elə görmüşsən, elə bir az öncə kabus görmüşsən. Yenə də as so-dan sonra nə gəlib? You mübtada, have just seen xəbər, a ghost, kabus. Və yaxud look, taste, smell, turn, grow feilləri hərəkət ifadə etdikdə adverb ilə işlənir. Bəli, biz bunu da keçmişik. Biri var look, görünmək, biri də var look, baxmaq. Look, görünmək mənasında bağlayıcı feildir, sifətlə təyin olunur. Amma baxmaq bu artıq feildir və zərf istəyir. Məsələn, she was looking at me angrily. O mənə qəzəblə baxırdı. My father looks very well after the operation. Atam əməliyyatdan sonra çox yaxşı görünür. Looks very well. She turned the handle slowly and opened the door. Dəstəyi yavaşca çevirib qapını açdı. Turn, çevirmək. Digər qaydamız. Turn, turn out və grow feillərindən sonra bir əşyanın vəziyyətindəki dəyişikliyi ifadə etmək üçün adjective işlənir. Diqqət edin. Turn, turn out və grow feillərindən sonra bir əşyanın vəziyyətindəki dəyişikliyi ifadə etmək üçün adjective işlədilir. Gəlin nümunəyə baxaq. Her hair has turned grey now. Onun saçları artıq ağarıb. Fikir verin. Saçlarında dəyişiklik baş veribdir. Ağarıbdır. Nə işlədirik? Biz burada artıq turn feilindən sonra sifət işlətdik. Və yaxud everybody had considered her to be guilty, but she turned out innocent. Hamı onu günahkar hesab edirdi, lakin o günahsız çıxdı. Görün, burada turned out özündən sonra sifət götürüb. Çünki vəziyyətdə dəyişiklik baş verib. Günahlı bilirdilər, günahsız çıxdı. Be və become feillərindən sonra ə hərfi ilə başlayan sifətlər daha sıx işlənir. Fikir verin. Be və become feillərindən sonra, bağışlayın, yox, hərfi ilə başlayan sifətlər daha sıx işlənir. Be alike, bənzəmək, ablaze, alov içində, aloof, soyuq, war, fərqində, alive, diri, afraid, üzgün, qorxmuş, ashamed, utanmış, awake, fərqində olan, alone, yalnız, tək başına, kimsəsiz. Məsələn, I was aware of everyone around me. Ətrafımdakı hər kəsin fərqindəyəm. We became afraid of the change that has already happened. Artıq baş vermiş dəyişikliyə görə üzgünük. The upper floor became ablaze within 10 minutes. Üst mərtəbə 10 dəqiqəyə alovlar içində qaldı. Afraid, angry, ashamed, certain, disappointed, happy, sorry, sure, upset, worried, easy, nice, difficult, pleased, important və s. kimi bir çox sifətdən sonra feil gələcəksə to, verb, zero şəklində gəlməlidir. Lakin busy plus verb ayıncı şəklində işlədilir. Yəni bu feillərdən sonra
Bu sifətlərdən sonra feil, tulu məstər. Amma busy'dən sonra ing-li də gələ bilər. Məsələn, I am pleased to hear. Görün, I am pleased to hear you are feeling better. This machine is comparatively easy to use. Və yaxud she is busy reading out the wedding invitations. Duyğu, his, düşüncə ifadə edən və açıqlanması gərəkən that clause, yəni budaq cümlə formalarında qərarlı durumlar üçün işlədilər. Worried, afraid, astonished, aware, certain, sure, confident, hopeful, obvious, clear, strange, odd, incredible, evident və s. kimi sifətlərdən sonra that plus subject verb object gəlir. Yəni, budaq cümlə gəlir müəllimlər. That budaq cümlə gəlir. Görürsünüzmü? That-dən sonra nə yazılıbdır? Subject, verb, object. Duyğu, his, düşüncə ifadə edən və açıqlaması gərəkən that clause formalarında qərarlı durumlar üçün işlədilən bu sifətlər, yəni that budaq cümlə gəlir. Yəni that-dən sonra mütləq şəkildə mübtədası, xəbəri, tamamlığı olan bir cümlə gəlməlidir. Məsələn, my sister is worried that she cannot pass her exam. Bacım imtahandan keçə bilməyəcəyindən narahatdır. It is clear that viruses and bacteria love cigarettes. Virus və bakteriyaların sigaret sevdiyi aşikardır. Sonra duyğu, his, düşüncə ifadə edən və qərarsız durumlar üçün işlədilən that clause formalarında unsure, not sure, uncertain, unclear, not evident, not apparent, ambiguous, opaque, vague kimi sifətlərdən sonra what, how, questions, how, whether, if ilə başlayan cümlələr gəlir. Yəni artıq burada that clause formalarında ya sual əvəzliyi olur, ya how olur, whether olur, if olur. My sister is unsure whether she can pass her exam or not. Görürsünüzmü? Əmin, yəni ki, burada qərarsız durumlar, şübhələr varsa, əmin deyiliksə, nə işlənir? Ya sual əvəzlikləri işlənir, ya how işlənir, ya whether, ya if işlənir. It's not apparent if the meeting will be cancelled. Sifətlərin növləri, bəli. Bu sifətlərin növləri bizə mütləq şəkildə lazımdır. Types of use. Ümumiyyətlə, İngilis dilində sifətlərin cümlədə işlənmə şəkillərinə görə 3 kateqoriyaya ayırmaq olar. Baxın, cümlədə diqqət eləyək qaydanın içində yazılan hər bir şeyə. İngilis dilində sifətlərin cümlədə işlənmə şəkillərinə görə, müəllimlər, 3 kateqoriyaya ayırmaq olar. Prepositive adjective, postpositive adjective və nominal adjective. Cümlədə bunlar harada durur? Cümlədə bunlar harada durmalıdır? Birinci, prepositive adjective. Prepositive adjective təyin etdiyi isimlə və əvəzlikdən əvvəl gəlir və attributive adjective olaraq da bilinir. Bu bizim həmişə keçdiyimiz bir sifətdir. Bilirik də, həmişə bilirik ki, elə həmişə bu dərəcəyi kimi keçmişik ki, sifətlər ismin qarşısında gəlir, ismi təyin edir. İsmin qarşısında gələn sifətlərə deyilər prepositive adjectives və yaxud attributive adjectives. 2 adı var. Yəni, siz prepositive adjectives və yaxud attributive adjectives eşidərsinizsə, bilin ki, burada sizə ismin önündə işlənən sifətdən söhbət gedir. Məsələn, night is falling over the blue sea. Slowly the old man opened his eyes.
She has had to make some very difficult decisions və yaxud round table, old job. Bir daha deyirəm, sadəcə olaraq həmişə ismin qarşısında işlənən sifətlərin adı prepositive adjectives və yaxud attributive adjectivesdir. Gəlin baxaq görək, post-positive adjectives nədir? Post-positive adjective və ya post-nominal adjective təyin etdiyi isim və əvəzlikdən sonra gəlir. Özəlliklə xüsusi isimlərdən sonra işlənir. Post-positive adjective sifətin üstünlük dərəcəsi superlative degree və attributive adjective ilə geniş şəkildə işlənir. Bir daha qaydaq qaydaya. Bizim üçün çətinlik yaradan onların adlarını düzgün bilməkdir. Adlarını və o adlar hansı qaydaya tabidirlər. Deməli, prepositive adjective hansı sifətlərdir? İsmin qarşısında işlənir. Postpositive adjective hansı sifətlərdir? Onun bir adı da postnominal adjective. Təyin etdiyi isim və ya əvəzlikdən sonra gəlir. Üstünlük dərəcəsi və attributive adjective ilə geniş şəkildə işlənir. Məsəl üçün, the governor general. Bax, burada general post-pozitivdir. The princess royal, sifətdir bunlar. Royal, princess isimdən sonra gəlir, post-pozitivdir. You will find those responsible, əvəzlikdən sonra gəlir, post-pozitivdir. I offered you the shortest route possible. Someone special, attorney general. Yadda saxlayıq müəllimlər. Əgər bizdən, bax, test üzərində sizə belə sual veribdir ki, testin içində prepositive adjective olan variantı seçin. Baxırsınız ki, harada sifət ismin qarşısında durur. Yox, əgər sizə desələr postpositive və yaxud postnominal adjective seçin, siz deməli baxmalısınız ki, həmin sifət isimdən sonra gəlmiş olsun. Bunu yadda saxlayın. Nominal adjectives. Nominal adjective cümlədə isim funksiyasında çıxış edən və article ilə işlənə bilən sifətləri isimləşmiş sifətlər deyilir. Digər bir adı ilə substantivized adjective. İsimləşmiş bu sifətlər eyni zamanda collective adjective olaraq da bilinir. Collective adjective həm mübtada, həm də tamamlıq funksiyasında çıxış edə bilərlər. Bəli, biz bunu sizinlə keçmişik ki, müəllimlər, İngilis dilində bəzən sifətlər müəyyənlik Z artiklından işlədərək isimləşir. Substantivləşir. Biz bunu sizinlə çox gözəl bilirik. Müəyyənlik Z artiklından işlənir, artıq dərhal cəm ismə çevrilir, isimləşir, cümlənin mübtadası da ola bilər, cümlənin tamamlığı da ola bilər. Və bunun digər adı deməli nədir? Nominal adjectives. Yəni, nominal adjectives deyirsə sizdən testlərdə müəllimlər, siz baxmalısınız ki, müəyyənlik Z artikla işlənmiş, isimləşmiş sifət lazımdır artıq bizə. Prepositiv sifətin qarşısında durmalıdır. Üzr istəyirəm, bağışlayın. Prepositiv ismin qarşısında durmalıdır sifət. Postpositiv isimdən sonra duran sifətdir. Nominal isimləşmiş sifətdir. Heç bir çətinliyi yoxdur. Heç bir çətinliyi yoxdur. Adlarıca düzgün yadda saxlamaq lazımdır. Bir daha deyirəm, prepositiv deməli bizim sifətimiz ismin qabağında durmalıdır. Postpositiv bizim sifətimiz isimdən sonra gəlməlidir. Nominal isimləşmiş sifət olmalıdır. İsimləşmiş sifətləri də biz sizinlə çox da gözəl bilirik. Məsəl üçün, the elderly, the innocent, the rich, the poor. Ayrıca, nominal adjective ilə denominal adjective arasındakı fərqə diqqət etmək lazımdır. Belə ki, daha öncə noun mövzu izahında açıqladığımız kimi denominal adjective isimdən düzələn sifətlərə deyilir. Və adətən özündən sonra isim gətirərək onu təyin edir. Nominal adjective isimləşmiş sifətdir.
Denominal adjective isimdən düzələn sifətdir. Məsələn, denominal adjective I have been highly affected with the family structure of the Turkish people. Türk sözündən, isimdən əmələ gələn Turkish. Bu denominal adjective. Nominal adjective English, İngilislər. Bu isə isimləşmiş sifətdir. Types of adjectives, sifətlər hər hansı bir ismi və ya əvəzliyi təyin etmək üçün işlədilir. Başqa bir ifadə ilə, ismin mənasına fərqli bir anlam vermək üçün müxtəlif növ sifətlər işlədilir. Ümumiyyətlə, sifətlərin əsas iki növü var. Descriptive adjectives, təsvir edici sifətlər. Limiting, restrictive adjectives isə məhdudlaşdırıcı sifətlər. Baxın, hər hansı bir ismi və ya əvəzliyi təyin etmək üçün işlətdiyimiz sifətlər ismin mənasından fərqli bir anlam vermək üçün ola bilərlər. Descriptive adjectives, yəni təsvir edici sifətlər və yaxud limiting, restrictive adjectives, yəni məhdudlaşdırıcı sifətlər. Gəlin görək bu descriptive adjectives nə olan şeydir? İsimləri bəlli bir keyfiyyət üzrə təsvir edən sifətlərdir. İsimləri bəlli bir keyfiyyət üzrə təsvir edən sifətlərdir və attributive, qualitative adjectives, predicate adjectives, subject complements və object complements olmaqla 4 yerə ayrılır. Qayıdıram qaydamıza bir daha. Types of adjectives. Bir daha. Mən bunu bir neçə dəfə təkrarlayıram ki, daha yaxşı yaddaşınızda qalsın. Sifətlər hər hansı bir ismi və ya əvəzliyi təyin etmək üçün işlədilir. Bunu bilirik. Başqa bir ifadə ilə, ismin mənasına fərqli bir anlam gətirib vermək üçün müxtəlif növ sifətlər işlədilir. Sifətlərin növləridir mənimlə. Və əsasən sifətlərin iki növü var. Birinci növ descriptive adjectives adlanır, təsvir edici sifətlər. İkinci növ isə limiting və yaxud restrictive adjectives adlanır, məhdudlaşdırıcı sifətlər. Gəlin görək, descriptive adjectivelərə, yəni təsvir edici sifətlərə nələr aiddir? İsimləri bəlli bir keyfiyyət üzrə təsvir edən sifətlərdir və attributive, qualitative adjectives, predicate adjectives, subject complements, object complements olmaqla 4 yerə ayrılır. Baxaq görək. Attributive, qualitative adjective təyin etdikləri hər hansı bir ismə keyfiyyət və ya özəllik istinad etdikləri üçün ismin önündə işlənir. İsmin önündə işləndiyinə görə prenominal o prepositive adjective olaraq da adlanır, artıq bunu bildik. Lakin isimdən sonra da postpositivli geniş şəkildə işlənirlər. Attributive adjective həm dərəcələndirilə bilən credible adjective, həm də sifətin pozitiv, equal, comparative and superlative dərəcəsində işlənə bilən sifətlərdir. Bəzi sifətlər sadəcə attributive adjective olaraq işlənir. Məsələn, chief, elder, older, eldest, oldest, eventually, former, earlier, indo, inə, long, min və s. Bu nə deməkdir? Bu deməkdir ki, bunlar sadəcə olaraq ismin qarşısında işlənir. Məsəl üçün, my eldest sister, he was a former prime minister, she has beautiful handwriting və s. Amma, baxın, predicate adjective adətən isimdən və ya əvəzlikdə ola bilər, sonra linking copylər feillərdən bilirik hansılardır, biri və ardından sifət gəlməsi ilə düzəlir. Predicate bir daha deyirəm. Predicate adjective adətən isimlə əvəzlik də ola bilər. Linking copylər feillərdən biri və ardından sifət gəlməsi ilə düzəlir.
Mübtada hakkında bilgi bir linking copy'ler fiiliyle verdiği zaman eğer bu bilgi sıfat ile verilirse predicate adjective, isim ile verilirse predicate noun şeklinde ifade edilir. Hem predicate adjective hem de predicate noun cümlede subject complement funksiyasında çıxış edir. Lakin dikkat etmek lazımdır ki predicate adjective cümlede predicate noun'dan farklı olarak daha çok cümlenin müftadasını təsvir edir. Predicate noun ise müftada funksiyasında işlenen ismi yeniden adlandırır. Bu ne demek daim müəllim? Bu ne demek daim müəllimlər? Diqqətlə bana qulaq asın. Məlum məsələdir ki, bunu belə oxumaqla bunu anlamaq olmur. Bir gərək biz bunu misallar üzrə, verilən nümunələr üzrə bir ayırt edək. Baxın. Deyir ki, lap başdan başlayıram. Predicate adjective adətən isimdən əvəzlik də ola bilər. Sonra, deməli isimdən və yaxud əvəzlikdən sonra bağlayıcı fiil gəlir. Diqqət edin. Quruluş belədir. İsim ola bilər əvəzlik, bağlayıcı fiil və dalından da sifət gəlir. Bu nədir? Bu sifət nə varır? Mübtada haqqında əlavə bizə bir məlumat verir. Mübtada haqqında hansısa bir məlumat verir. Əgər bu məlumat bizə sifət ilə verilirsə, bunun adı olur predicate adjective. İsim ilə verilirsə, bunun adı olur predicate noun. Və cümlədə subject complement funksiyasında çıxış edir. Deyirsiniz ki, subject complement nədir? Mübtadanın əlavə bir tamamlığı. Mübtadanın əlavə bir tamamlıq deyil, ha? Tamamlıq deyil. Mübtada tamamlığıdır. Cümlənin tamamlığı deyil, mübtada tamamlığıdır. Gəlin, mən bunu sizə nümunə üzrə göstərim. Baxın, the girl, birinciyə baxın. The girl felt sad. Nə gəlib birinci? Gəlib birinci isim, the girl. Bu bizim mübtadamızdır. Hiss etdi, xəbərim gəldi. Özdə bağlayıcı feildir, link. Dalınca nə gəldi? Sad, qəmli, məyus. Bax, bu sad burada adlanır predikativ adjektiv. Niyə? Çünki qız haqqında bizə nə verdi? Bilgi verdi. Qız qəmli hiss edirdi, qəmlənirdi, qəmlənmişdi. Baxın, mübtada haqqında bağlayıcı feildən sonra işlənmiş sifət adlanır predicate adjektiv. Yadda saxlayın. Predicate adjektiv. Və onun başqa bir qrammatik adı subject complement'dır. Yəni ki, mübtadanın tamamlığıdır. Bir daha deyim, cümlə tamamlığı deyil. Mübtada haqqında bizə bilgi verdi ki, qız necə hiss etdi? Necə hiss etdi özünü? Qəmli. Bax, bu bizim subject complement'dır burada. Tornadoes appear menacing. Qəfildən deyir, tornadolar əmələ gəldi, üzə çıxdı. Burada isim, appear nədir? Xəbər, feil, ondan sonra gələn sifət predicate adjektivdir. Çünki link feilindən, bağlayıcı feilindən sonra gəlibdir və bizə mübtadamız haqqında bilgi veribdir. Əgər, bax, belə cümlələrdə siz isim, bağlayıcı feil, sonra sifət yox, isim görsəz, artıq bu predicate noun adlanır. Sifət gəlirsə, predicate adjective adlanır. Yox, isim gəlirsə də predicate noun adlanır. Və hər ikisi subject complement'dır. Yəni ki, mübtadanın tamamlayıcısı. Bu qrammatik qaydanı mütləq şəkildə əzbər öyrənirsiniz. Daha yaxşı başa düşəsiniz deyin. Sadə bir sözlə deyirəm.
Düzdür, uzun uzadı yazılır. Çətin yazılır. Anlaşılmaz yazılır. Amma sadəcə olaraq biz hamımız bağlayıcı feilləri tanıyırıqmı? Tanıyırıq, bilirik hansı feillər bağlayıcı feillərdir. Və əgər sizin cümlənizdə mübdada bağlayıcı feil sifət gəlibsə də, bu sifətin adı olur predicate adjectives. Və yaxud mübdada bağlayıcı feil isim gəlibsə də, bu ismin adı olur predicate noun. Hər ikisinin adı, həm predicate adjectives, həm predicate noun'un adı isə subject complement'dır. İsmin tamamlığı, ismi tamamlayandır. İsmi tamamlayan bir sözlərdir. Sonra bəzi predicative only adjective cümlədə eyni zamanda başqa bir adverb və ya adjective ilə təyin edə bilər. Yəni predicative only adjective başqa bir zərf ilə və yaxud sifət ilə təyin edə bilər. Məsələn, the half asleep. Elə burada predicative only adjective nə deməkdir? O yolda mən sizə deyim də, predicative only adjective yalnız feildən sonra işlənən bağışlayın. Tamamlayıcı da bağlayıcı feildən sonra gəlir. The half, baxın şey olubdur, təyin edilibdir. Başqa bir zərflə, başqa bir nə deyir onu, sifətlə təyin edə bilər. Half asleep, wide awake, immensely ashamed, very alive. İndi gəlin görək, burada bizə bir daha subject complement haqqında izah verir. Subject complement, yəni mübtada tamamlayıcı rolunda çıxış edən və adətən linking copular verbsdən sonra gəlir. Cümlənin mübtadasını təsvir edən və onun haqqında ekstra bilgi verən söz və sözlər qrupudur. Bu söz və ya sözlər qrupu cümlədə adjective phrases, adjectives that clause, noun phrases, noun clause, adverb phrase, gerund, to infinitive və yaxud prepositional phrases, complements şəklində işlənirlər. Subject complement adətən predicate nominativ və predicate adjective olmaqla iki şəkildə işlənir. Bir daha gəlin qulaq asaq görək, bizim cümlədə subject complement deyilən şey nədir? Subject complement, bir daha, bunu mən artıq sizə izah verdim. Burada artıq adları yazılıb geniş şəkildə, nə gələ bilər? Subject complement, yəni mübdada tamamlayıcı, dedim, cümlənin tamamlığı yox, mübdanın tamamlayıcı rolunda çıxış edən və adətən bağlayıcı feillərdən sonra gəlir. Cümləmizin mübtadasını təsvir edir və onun haqqında ekstra bilgi, yəni əlavə bilgi verən söz və ya sözlər qrupudur. İndi, baxın, görün, bu söz və yaxud sözlər qrupu nədən ibarət ola bilər? Adjective phraselərdən, adjective zat clauselardan, noun phrases, noun clause, adverb phrases, gerund, to infinitive, prepositional phrases, complements. Bəli, bunların hamısı bizdə subject complement ola bilər. Və deyir ki, subject complement adətən predicate nominativ və predicate adjective olmaqla iki şəkildə işlənir. Bunu da artıq bildik ki, ola bilər predicate nominativ olsun, elə ola bilər predicate adjective olsun. Baxın, that rice tastes quite sweet. Müəllimlər, biz bilirik ki, dad vermək mənasında taste feili bağlayıcı feildir. Ondan sonra nə gəlib? Adjective phrase, yəni sifəti birləşmə gəlibdir. Quite sweet. I am afraid that I have to leave now. Baxın, subject gəlib mübtada, sonra gəlib adjective afraid. Nə gəlib sonra? That clause, that ilə başlayan budaq cümlə. Bax, that ilə başlayan budaq cümlənin hamısı complete subject complementdir. We were disappointed that you couldn't come.
Nə gəlibdir? Mübtada we, xəbər v, sifət disappointed, dalınca nə gəlib? Z ilə başlayan budaq cümlə, Z clause. Bu Z ilə başlayan budaq cümlənin hamısı bizdə subject complement adlanır. Və s. Bütün nümunələrə baxa bilərsiniz. Gəlin key point'a baxaq. Bir, sifət, Z budaq cümləsi düşüncələrimizi, fikirlərimizi və ya duyğularımızı ifadə etmək məqsədi ilə işlədilir. Baxın, müəllimlər, birdən sonra gələn sifət və onun ardınca gələn Z ilə başlayan budaq cümlə düşüncələrimizi, fikirlərimizi və ya duyğularımızı ifadə etmək məqsədi ilə işlədilir. Bəzi sifətlər özlərindən sonra Z alaraq işlənirlər. Hansı sifətlər? Şuvə, əmin olmaq, sötən əmin olmaq, şuvə əmin, sötən əmin, right, doğru, important, mühüm, afraid, qorxulu, pleased, məmnun və s. Z istəyir. Bunlar özlərindən sonra Z ilə başlayan budaq cümlə istəyir. Amma deyir ki, Z cümlədən atıldığı zaman heç bir məna dəyişikliyi olmur. Bir baxın, it is important ola bilər Z, olmaya da bilər. We look at the problem in more detail. I am sure that you know a lot of people there. They were afraid we were going to be late. Ən əsası burada sizin bu sifətləri yadda saxlamaqdır. Keçdik indi isə object complement'a. Object complement'a. Müəllimlər, subject complement nə idi? Mübtada, bağlayıcı fiil və ardınca gələn sifət ola bilər, isim ola bilər, sifətli birləşmə ola bilər, ismi birləşmə ola bilər, budaq cümlə ola bilər. Hansılar ki, mübtadamıza əlavə bizə bir məlumat verirdi mübtadamız haqqında. Object complement isə tamamlıq tamamlayıcı rolunda çıxış edir. Bəli, object complement isə artıq cümləmizin mübtadasının yox, cümləmizin tamamlığını tamamlayıcı bir məlumat verir. Direct objectdən sonra gəlib onu təsvir edən və haqqında ekstra bilgi verən sözlərdir. Object complement cümlədə hər zaman noun və adjective funksiyasında çıxış edə bilər, istənilən söz ola bilər, özündən sonra direct object gəlib, geniş şəkildə işlənən feillər əsasən bunlardır. Call, like, leave, keep və s. Feillərin hamısını oxumuram. Sadəcə olaraq quruluşu sizə başa salmaq istəyirəm. Baxın, nümunəyə baxın, biləcəyik. Mənə gəlir ki, subject complement'ı bildik necə ayırt edirik. İndi gəlin görək object complement'ı necə ayırt edirik. Çox sadə. Bizim cümləmizdə gəlir mübtada, xəbər, tamamlıq və tamamlığı tamamlayıcı bir ya isim ya sifət. Nümunəyə baxın. We named our daughter Eva. Kim biz? We cümləmizin mübtadasıdır. Named adlandırdıq, adını qoyduq. Bu xəbərimizdir. Qızımızın tamamlıqdır. Qızımızın adını nə qoyduq? Eva qoyduq. Bu artıq Eva burada object complement'dır. Mənim daughter tamamlığı olan sözümə əlavə bir məlumat, bilgi verən sözdür. You are making me sad. You mübtadadır. Are making xəbərdir. Me, məni tamamlığımdır. Siz deyil məni qəmləndirdiniz. Deyə bilərəm, siz məni yarımçıq qalır axı. Qəmləndirdiniz, qəmli etdiniz, sad. Bax, bu sad burada object complement'dır. Məni qəmləndirdiniz axı. Tamamlığıma əlavə bir məlumat verdi. Belə yadda saxlayaq ki, cümləmizdə mütləq şəkildə olmalıdır. Mübtada, xəbər, tamamlıq və tamamlığın dalınca tamamlığı tamamlayıcı ya isim ya sifət. Və bunlar tamamlığımız haqqında bizə əlavə bir məlumat verir. Əgər o məlumat olmasa, bizim cümləmiz yarımçıq qalır, mənasız qalır. Bunlar da adlanır object complement.
Gəlin görək limiting adjectives nədir müəllimlər? Limiting adjective məhdudlaşdırıcı sifətlərdir. Niyə məhdudlaşdırıcı sifətlər? İndi biz bunu bilərik. Hər hansı bir ismin və ya əvəzliyin keyfiyyətlərini və ya özəlliklərini təsvir etmək əvəzinə onları məhdudlaşdırır. Məhdudlaşdırıcı sifətlərin adları ingilis dilində limiting, restrictive adjectivesdir. Nəyə bölünür? Definite, indefinite article. Bax, bu artikellarımız aiddir məhdudlaşdırıcı sifətlərə, limiting adjectiveslərə. Artikellar isimləri təyin edə bildiyi üçün sifət funksiyasında çıxış edə bilirlər. Artikellar isimlərin özəlliklərini, yəni ümumi və ya xüsusi olmasını bildirir. Bilirikdə qeyri-müəyyən artikel dəqiq bəlli olmayan bir isimdən bəhs edərək, Z müəyyən artikel isə konkret bir isimdən bəhs edərək işlədilir. Bunun hamısını bilirik. Sadəcə olaraq yadda saxlayaq ki, artikellar limiting adjectivelərə, məhdudlaşdırıcı sifətlər sinifinə aiddir. Possessive adjectives, yəlik əvəzlikləri, yəni asılı isimlə işlənən yəlik əvəzlikləri sadəcə olaraq bunların da hamısını çox bilirik. Yadda saxlamalıyıq ki, isimlə işlənən asılı yəlik əvəzlikləri məhdudlaşdırıcı sifətlər sinifinə aiddir, yəni ki, limiting adjectiveslərə aiddir. Hər birinin üzərində dayanmıram, biz onları çox yaxşı tanıyırıq. Bizə əsas indi onlar hansı sinifə daxil olduğunu bilməkdir. Və yaxud işarə sifətləri olan this, that, those, bunlar da limiting, restrictive, məhdudlaşdırıcı sifətlərin sinifinə aiddir. Interrogative adjectives, sual əvəzlikləri, bəli, sual əvəzlikləri bilirik ki, hər hansı bir əvəzliyimiz ismin qarşısında işlədirsə də o artıq sifətdir. Və bunlar yəlik əvəzlikləri və yaxud artikel və yaxud işarə əvəzliyi və yaxud sual əvəzlikləri ismin qarşısında işlənərək həmçinin 5-ə baxın. Nədir 5-dəki? Bizdə həmi ola bilər kəmiyyət bildirən sözlər, qeyri-müəyyən əvəz, indefinite pronounlar və bunlar hamısı aiddir məhdudlaşdırıcı sifətlər sinifinə. 6-cı qaydaya baxın, zəhmət olmasa. Quantitative adjectives. Quantitative adjectives. Bu sifətlər, isimlər və əvəzliklər haqqında təxmini bir miqdar ifadə etmək üçün işlədilir. How much və how many suallarına cavab verir. Quantitative adjective, quantifies-dən sonra bir isim gəlməsidir. Məlum məsələdir. Quantitative adjective kimi cümlədə some, little, many, more, much, few, small, tall, 20, 30, 50, 70. Yəni bunlar hər biri sayda olsa, kəmiyyət bildirən sözdə olsa, ondan sonra sifət də olsa, bunlar hər biri sifət ismin qarşısında işlənir. Hamısı adjectives adlanır. Bax burada necə bağışlayın. How much, how many, nə qədər, neçə sualına cavab verirsə də quantitative adjectivelər sinifinə aiddir. Bunların isə adı quantitative adjectivedir. Numeral adjectivesləri bilirik. Miqdar sifətləri təyin etdikləri isimlərin dəqiq sayını və sırasını ifadə etmək məqsədi ilə işlədilir və 3 yerə bölünür. Definite numeral adjectives, cardinal adjectives və ordinal adjectives. Baxın, hətta saylar da isimlərin qarşısında işlənərək müəllimlər sifət adını götürürlər. Miqdar sayları olsun, sıra sayları olsun. Sadəcə olaraq mən sizə demək istəyirəm ki, siz sadəcə olaraq bunlar haqqında məlumat alırsınız. Yəni deyim ki, elə imtahanda və yaxud testlərimizdə bir bunların nəzəriyyə olaraq adları mı soruşulur? Yox, qətiyyən. Qətiyyən, ondan narahat olmayın, qorxmayın ki, boyda şey öyrənməliyik. Bunları biz nə tərtəbə? Xeyr, siz bunlar haqqında ümumi bir məlumat alırsınız. Ümumi bir məlumat alırsınız ki, bax, bunların hamısı sifət adlanır. Bu sifətlərin adları nədir? Nə ki, testlərdə düşür, əvvəlcədən izah verdim.
Bəli, onlar düşür. Amma indi verdiyim ki, bax, məsəl üçün, numeral, indefinite numeral adjectives. Niyə bunlar haqqında məlumat verirəm? Sabahsı gün siz testlərinizin içində əgər şərtlərində belə qayda özü hasandır. Sadəcə olaraq sizə şərtdə ola bilər ki, deyər ki, definite numeral adjective, müəyyən say sifəti. Bilməlisiniz ki, bu ya miqdar sayıdır, ya sıra sayıdır. Indefinite numeral adjectives deyəndə bilməlisiniz ki, bunlar əsasən bizdə kəmiyyət bildirən və yaxud qeyri-müəyyən olan əvəzliklərdir. Distributive numeral adjectives nədir? Özlərindən sonra sayılan isim gələn quantifylardır. Sayılan isim, baxın, bunlara aiddir each, every, either, neither adları distributive adjectivesdir. Eyni funksiyaya sahibdir. Of sözləri ilə işlənərkən özlərindən sonra cəmsim gəlir. Bunları bilirik. 8-ci qaydaya baxaq. Proper adjectives, xüsusi sifətlər. Bu xüsusi sifətlərdən mənə elə gəlir ki, heç bir narazılığımız olmaz. Çünki biz xüsusi sifətləri necə araşdırmaq, ayrı etmək lazımdır bilirik. Xüsusi sifətlər, xüsusi isimlərin sifət formasıdır. Xüsusi isimlər digər isimləri, əvəzlikləri və ya isim ifadələrini təyin etdiyi zaman proper adjective kimi çıxış edir. Proper adjective hər hansı bir düşüncəni, fikri bir sözlə özlətməyə imkan verir. Başqa bir ifadə ilə a food cooked in Turkish recipe uzun şəkildə demək əvəzinə Turkish food deyə bilərik. Türk yeməyi. Proper adjective xüsusi isimlər kimi böyük hərflə yazılır. Məsələn, all the African people, Afrika xalqı. Texas English, Azərbaycan cuisine, Canadian friend, Japanese cars. Çox asandır. Bunlar xüsusidir. Participle adjectives. Hər hansı bir ismin ayıncı, ici və ya en şəkilçisi ilə bitən feildən düzəldilən sifətlər participles ifadə olunması, yəni ki, feili sifət. Participle adjectives adlanır. Feili sifətlərdir də, hamımız tanıdığımız feili sifətlərdir. Ya indiki zaman feili sifətdir, ayıncı ilə, ya keçmiş zaman feili sifətdir edilən. Participle adjectives eyni zamanda verbal adjectives və ya deverbal adjectives şəklində adlandırılır. Məsələn, please hand me my reading glasses. Və yaxud I put the blanket over the sleeping child, yatmış uşağın. The bored children, canı sıxılan uşaqların və s. Pseudo-participle adjectives isimlərə ayıncı və ed şəkilçisinin artırılması ilə düzəlir. Baxın, pseudo-participle, yəni yalancı feili sifətlərin isimlərə, artıq burada sifətə yox, ismə aid eləyən ayıncı və ed şəkilçisi. Enterprising, neighboring, appetizing, promising, talented, skilled, gifted, budded, detailed, jet-lagged. Gəlin görək distributive adjectiveslər nədir? Aid olan each, every, either və neither qrup üzvlərini toplu olaraq deyil, hər birini ayrı-ayrılıqda nəzərdə tutur. Bəli, each puppy, every member, easy candidate. Absolute adjectives nədir? İngilis dilində bəzi sifətlər anlam baxımından superlativ formada olduqlarından onlar sifətin komparativ və ya superlativ dərəcələrində işlətmək mümkün olmur. Lakin bu sifətlər almost, nearly, virtually, utterly, completely kimi zərflər işlədilə bilər. Buna əsasən yazılıbdır nələrdir? Gəlin mən bunu sizə dəqiq bir qaydasını başa salım. Adlanırlar. Bunlar da bizim 9-cu sinif dərsliklərimizdədir. Absolute adjectives və yaxud non-credible adjectives. Müəllimlər, İngilis dilində elə sifətlər var ki, onlara biz deyirik absolute adjectives. Yəni, onlar artıq özlərinin ən pik formasındadır və bu sifətlər nə
müqayisə, nə də üstünlük dərəcəsində işlətmək mümkün olur. Onlar elə bir, bu sifətlər elə bir ifadə, elə bir söz ifadə edir ki, yəni ki, onlar ya ən yuxarıdadır, ən üstündür, ya ən aşağıdadır. Və yaxud da ki, bax, absolute adjectives, yəni ki, bax, burada yazılıb, məsəl üçün, infinite, unique, perfect, superior, ultimate. Bax, qoy bir dənə götürüm chemical, kimyəvi. Kimyəvi sözünün daha kimyəvi, ən kimyəvi deyərək dərəcəsi yoxdur. Kimyəvi elə kimyəvidir. Correct, düzgün. Düzgün nə varsa, daha düzgün, ən düzgünü yoxdur. Düzgün elə bir dənə düzgün olur. Düz olan birdir. Onun daha düz olanı, daha ən düz olanı olmur. Və yaxud canlı. Deyə bilərəm, daha canlıdır. Canlı ilə canlıdır da. Ya ölüdür, ya canlıdır. Onun o tərəfi, bu tərəfi yoxdur. Bax, belə anlam verən sifətləri absolute adjective adlandırırlar və ona görə deyirlər ki, onların dərəcəsi olmur. Biz həmin sifətləri müqayisə və yaxud üstünlük dərəcəsində işlədə bilmərik. Bunlara deyirlər absolute adjectives. Nələr aiddir? Əsasən içində yazılır. Amma indi 12-yə baxın, classifying adjectives. Dərəcələndirilə bilməyən, bunlar da non-gradable adjectives və eyni zamanda komparativ və superlativ forması olmayan sifətlərdir. Bunlar da classifying adjectiveslər qətiyyən dərəcələnə bilmirlər. Onların nə müqayisə, nə üstünlük dərəcəsi olmur. Məsələn, bir baxın, daily newspaper, gündəlik qazet. Deyə bilərəm, more daily, daha gündəlik. The most daily, ən gündəlik. Əlbəttə ki, yox. Weekly, həftəlik. Elektrik və yaxud qaz. Daha elektrik, daha qaz. Maddə bildirən sözlərdir əsasən. Zaman bildirən sözlərdir əsasən. Annual, illik, medical, tibbi, nükleer, nə deyirik ona? Şua, military, ordu, deməli, nəqliyyatı. Bəli, belə sözləri adlandırırlar. Həm onlara deyirlər classifying adjectives, həm də deyirlər non-gradable adjectives. Bunları yadda saxlayın. Mütləq şəkildə bunları yadda saxlayın. Belə, mənə elə gəlir ki, mən qoy bu qaydanı, yox, bəli. Mənə elə gəlir ki, bu qədər sizə bugünlük bəsdir. Çünki dalınca daha da digər qaydalar gəlir. Mən bu qaydaların içindən sizə yalnız sizə lazım olanları gələn, indiyənə kimi verdiyim bilgi, verdiyim izah, hər biri sizə lazım olandır, müəllimlər. Hər biri. MHM testi sizin qarşınızdadır və MHM testindən nəzəriyyəni işləyəndə özünüz işləyirsiniz də onu. Görəcəksiniz ki, bu sualların hər biri var. Ona görə mən bunların haqqında bir məlumat verdim. Bir daha deyirəm, ümumi sınaqlarımızda, MİQ imtahanımızda nəzəriyyə sualları düşmür. Amma nəzəriyyəni bilmədən digər sınaqları işləmək olmur, şərtlərini başa düşmək olmur, qətiyyən. Ona görə də burada verilən ən əsası adları, terminləri ingilis dilində mütləq şəkildə əzbər öyrənilməlidir. Terminləri biz bilməliyik.